Azərbaycanın ən kriminal 10 rayonu hansılardır? Hansı rayonlarda kriminal hadisələr, yəni cinayət faktları çox olur? Rayonlarda kriminal hadisələrə səbəb nədir? Aqressiya, əsəb, yoxsa maddi sıxıntılar? Yerin Qulaq kanalı bu dəfə ölkəmizdə ən çox cinayət faktı törədilən, yəni bir mənada kriminal rayonları araşdırıb. Azərbaycanda qeydə alınmış cinayətlərin sayı ötən illə müqayisədə azalıb. Bu rəqəm 2023-cü ildə 36811, 2024-cü ildə isə 33379-dur. Bu, ümumi göstəricinin 3432 fakt və ya 9,3% azaldığını göstərir. Cinayətlərin böyük hissəsi paytaxt Bakının payına düşüb. 15613 fakt qeydə alınıb. Paytaxtda ən çox cinayət Binəqədi, Sabunçu, Nəsimi və Yasamal rayonlarında qeydə alınıb. Bəs rayonlarda vəziyyət necədir? Budur, Azərbaycanın ən çox cinayət törədilən, yəni bir mənada kriminal 10 rayonu. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. 10-cu yerdə Tovuz rayonu gəlir. Tovuz strateji rayondur. Sərhəd bölgəsidir. Tranzit yollar keçir. Əhali miqrasiyası yüksəkdir. Buna görə xırda oğurluq hadisələri, məişət münaqişələri, qeyri-rəsmi ticarət əlaqələri çox baş verir. Əhalisi 178 min nəfərdir. Avtomobil nömrəsi 60-dır. Bakıdan 430 km aralıda yerləşir. Tovuz rayonu həm kasıb rayonlar siyahısındadır, həm də spirtli içki qəbuluna görə ilk 10-luqda yer alır. Eyni zamanda kriminal hadisələrə görə. Ötən il bu bölgəmizdə 351 cinayət faktı qeydə alınıb. Tovuzun kəndləri bir-birinə yaxındır. Burada qonşuluq münasibətləri də çox sıxdır. Əhalinin çoxu kənd təsərrüfatında üzümçülük, maldarlıq, taxılçılıqla məşğuldur. Tovuz həm də Azərbaycan üçün bir növ qərb qapısıdır. 9-cu yer Mingəçevir şəhəri. Mingəçevir sənaye şəhəridir. Son illər iş yerləri azalmasına görə gündəmə gəlir. Bu da gənclər üçün imkanları məhdud edir. Stres, gərginlik artır. Ötən il bu bölgəmizdə 369 cinayət faktı qeydə alınıb. Azərbaycanın ən zəif demoqrafik artım olan şəhəri Mingəçevirdir. Əhali artımı çox aşağıdır. İş yerləri baxımından problemlər çoxdur. Bu da əhalinin tədricən paytaxtda digər ölkələrə üst tutmasına səbəb olur. Daimi və yüksək maaşlı iş yerlərinin olmaması zamanla problemin böyüməsinə səbəb olur. Mütəxəssislərin fikrincə, Mingəçevir Azərbaycanda demoqrafik templə ən zəif inkişaf edən şəhərdir. 8-ci yerdə Masallı rayonu gəlir. Masallı əhali baxımından böyük rayondur. Kəndlərin çoxluğu, ailədaxili münaqişələr, torpaq və miras problemləri bəzən bu rayonla xoşagəlməz hadisələrə səbəb olur. Ötən il bu bölgəmizdə 376 cinayət faktı qeydə alınıb. Sahəsi 721 kvadrat kilometrdir. Əhalisi 230 min nəfərə yaxındır. Ən böyük kəndləri Boradigah, Ərkivan, Mahmudavar və Qızılağacdır. Boradigah ölkəmizin ən varlı kəndlərindən biridir. Masallılar Rusiya bazarlarında və restoran sektorunda çox fəaldır. Moskvada az qala hər bazarda bir masallı sahibkar tapmaq mümkündür. Qazandıqları pulla rayonda həm sosial layihələrə, həm də kəndlərin abadlaşdırılmasına dəstək verirlər. 7-ci yer Biləsuvar rayonu. Biləsuvar kənd təsərrüfatı rayonu olsa da, gəlir tələbatı qarşılamaq üçün kifayət etmir. Bakıya axın güclüdür. Xüsusilə tikinti, logistika, mühafizə, iaşə sahələrində işləyirlər. Əhalisi 110 min nəfərə yaxındır. Bir şəhər 25 kənddən ibarətdir. Biləsuvar aqrar rayondur. Mövsümi işsizlik yüksəkdir. Pul dövriyyəsi zəifləyəndə xırda hadisələr də artır. Borc və mübahisələr çoxalır. Ötən il bu bölgəmizdə 420 cinayət faktı qeydə alınıb. Rayonun iqtisadiyyatına əsasən kənd təsərrüfatı təşkil edir. İş yerləri azdır. Rayon sakinləri iş üçün xüsusən Bakıya, Rusiyaya üz tuturlar. Qazanclarını bu şəkildə təmin edirlər. 6-cı yerdə Şirvan şəhəri gəlir. Azərbaycanda Şirvan işıq adası, Nur şəhəri sayılır. Küçələrin genişliyi, səkilər boyunca sıralanan ağaclar bu Aran şəhərinin istisini azaldır. Şəhər ətrafından tapılmış arxeoloji nümunələr isə bu yerlərdə yaşayışın mövcudluğu haqqında fikirləri insanlığın ilk çağlarına qədər aparıb çıxarır. Əhalisi 100 min nəfər yaxındır. Ötən il bu bölgəmizdə 441 cinayət faktı qeydə alınıb. Şirvan kiçik, ancaq sıx şəhərdir. Sosial təzyiq yüksəkdir. Belə şəhərlərdə problem tez böyür, konfliktlər tez partlayır. 5-ci yer Şəmkir rayonu. Azərbaycanın ən varlı rayonu Şəmkir. Əhali sayına görə isə 4-cü yerdə gəlir. 218.400 nəfər təşkil edir. Bir şəhər, 7 şəhər tipli qəsəbə və 60 kəndi var. Şəmkir qərbin gözəllik simvoludur. Burada həm qədim qala divarları, həm də müasir binalar yan-yana dayanır. Əhali əsasən kənd təsərrüfatı və bağçılıqla məşğuldur.
Eyni zamanda rayonun böyüklüyü, əhali sayının çoxluğu cinayət faktlarına da təsir edir. Belə ki, ötən il bu bölgəmizdə 477 cinayət faktı qeydə alınıb. Şəmkir həm də çox gənc rayon sayılır. Əhalinin yarısı 35 yaşdan aşağıdır. Şəmkirin üzümü, şərabı və meyvəsi təkcə Azərbaycanda yox, xaricdə də tanınır. 4-cü yerdə Lənkəran rayonu gəlir. Lənkəran Azərbaycan daxili mövzunun 5 təbii coğrafi vilayətdən biridir. Sahəsi 1539 kvadrat kilometr, əhalisi 220 min nəfərdən çoxdur. Rayonun 2 şəhər, 8 qəsəbə və 83 kəndi var. Bakıdan rayon mərkəzinədək olan məsafə 268 kilometrdir. İş yerlərinin sayı baxımından Lənkəranda vəziyyət ürəkaçan deyil. Ona görə də insanlar daha da xarici ölkələrə, xüsusən Rusiyaya üz tuturlar. Ötən il bu bölgəmizdə 495 cinayət faktı qeydə alınıb. Lənkəranlılar Rusiya bazarlarında, Rusiyada əsasən xidmət və restoran sektorunda çalışırlar. Qazandıqları pulla rayonda çay plantasiyaları və kiçik bizneslər yaradırlar. Rusiyada yaşayan Lənkəranlı icması çox sıxdır, bir-birinə dayaq, dəstək olurlar. 3-cü yer Naxçıvan. Böyük İpək yolunun üzərində yerləşən və Şərqin qapısı adlandırılan Naxçıvan siyahımızda 3-cü sıradadır. Ötən il bu bölgəmizdə 551 cinayət faktı qeydə alınıb. Naxçıvan şəhəri kontinental yarımsəhra iqliminə malikdir. Burada qış qısa, soyuq və qarlı, yay uzun, quru və çox isti keçir. Qafqazın cənub-şərq hissəsində yerləşir. Şəhərdə 2004-cü ildən Naxçıvan beynəlxalq hava limanı fəaliyyət göstərir. Əhalisi 500 min nəfərə yaxındır. Kənd təsərrüfatı əsasən üzümçülük, tütünçülük və bağçılıq sahəsində ixtisaslaşıb. Taxılçılıq və heyvandarlıq inkişaf edib. 2-ci yerdə Gəncə şəhəri. Azərbaycanın əhali sayına görə, sənaye məhsulları istehsalına görə 3-cü, ərazisinə görə isə ən böyük 2-ci şəhəridir. 330 mindən çox əhali yaşayır. Statistik təhlillərə görə Azərbaycanın iri şəhərləri arasında demoqrafik baxımdan ən zəif artım Gəncədədir. Son 20 ildə əhali cəmi 10,5 min nəfər, yəni təxminən 11% artıb. Böyük şəhər üçün bu çox zəif göstəricidir. Səbəblər çoxdur. İş imkanlarının məhdudluğu, gənclərin Bakı yaxını, Rusiyaya kütləvi miqrasiya, sosial problemlər və mənzil şəraitinin ağırlaşması. Gəncədə son illərdə çox sayda yeni binalar tikilsə də real əhali artımı zəifdir. Ötən il bu bölgəmizdə 947 cinayət faktı qeydə alınıb. Və 1-ci yer Sumqayıt şəhəri. Əhalisi 500 min nəfərə yaxındır. 1949-cu ildə əsası qoyulan və sürətlə inkişaf edən Azərbaycan şəhəri. Əhali məskunlaşması da çox sürətlə artır. Ötən il bu bölgəmizdə 1758 cinayət faktı qeydə alınıb. Şəhərin adı ilə mənşə ilə bağlı başqa bir fikir, bir çox fərqli fikirlər mövcuddur. Deyilənlərə görə şəhərdən biraz şimalda axan Sumqayıt çayı ilə əlaqədardır. Sumqayıt toponiminin yaranması barədə ümumiyyətlə 3 fərqli versiya var. Sizcə hansı versiya daha doğrudur? Sonrakı yerlərdə Xaçmaz rayonu 353, Quba rayonu 334, Yevlax rayonu 319, Sabirabad 321, Şəki 222, İsmayıllı 134 cinayət faktı ilə növbəti sıralarda gəlir. İqtisadi rayonlar arasında Bakı və Abşeron, Xızıdan sonra ən çox cinayət Lənkəran Astara bölgəsində qeydə alınıb. 1748 fakt. Qeyd edək ki, bu məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən hər il yayımlanır. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.